Zərdab rayonu Nərman Nərmanov adına Məmməd Qasımlı kənd tam orta məktəbi uzun illərdir qəzalı vəziyyətdədir. 1974-cü ildə inşa olunmuş məktəb binasının hazırki durumu valideynləri ciddi narahat edir. Kənd sakinlərinin sözlərinə görə binada uzun müddətdir əsaslı təmir aparılmayıb. Divarlarda dərin çatlar yaranıb, pilləkənlər köhnəlib, pəncərələr sınıq, sinif otaqlarının isə qapıları yoxdur. Bu azmış kimi məktəbin istilik sistemi də mövcud deyil. Odun sobası ilə qızdırılan qəzalı otaqlarda oturmaq isə hər an baş verəcək təhlükədən xəbər verir. Yağışlı havalarda isə məktəbin dam örtüyü su buraxır. Sinif otaqlarının ortasına su damır. Bütün bu səbəblərə görə bir çox valideyn övladlarını məktəbə göndərməkdən imtina edir. Mən nənəyəm. Mən ora 2 dənə nəvə yollayıram. Bütün sakinlər adından sizə xahiş edirəm, müraciət edirəm. Məktəbimiz haqqında köməkli edəsiniz. O məktəbə gedən uşaqlar hamısı gedib qaydanda xəstəlik gətirir. Orada bir savad ala bilmirlər. Pəncərələr, panellər, işığı yox, qazı yox, ocağı yox, odunu yox. Uşaq gedir, sağlam gedir, xəstə gəlir. Bir gün gedirlər uşaqlar, 5 gün oyda qalırlar. Belə iş olmaz. Bizim məktəb pis gündədir. Ailəti qurumlardan xahiş edirəm, bizə köməkli edəsiniz. Uşaqlarımız məktəbə gedir, nəvələrim məktəbə gedir. Gələndə elm yox, gələndə xəstəlik gətirirlər. Bir gün məktəbə gedirlər, 3 gün, 5 gün evdə qalırlar. Soyuq, istilik yox, çox bərbad gündə. Pəncərə yox, qapı yox, heç bir şey demək olar ki, yoxdur. Kənd sakinləri deyir ki, məsələ ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət ediblər. Lakin indiyədək məktəbdə əsaslı təmir aparılmayıb. Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, tabeliklərində olan təhsil müəssisələrinin təmiri və yeni binaların inşası prioritet məsələlər sırasındadır. Zərdab rayonu Məmməd Qasımlı kənd tam orta məktəbində mövcud vəziyyəti ilə bağlı məlumatlıdırlar və həmin təhsil müəssisəsi üçün yeni binanın inşası nəzərdə tutulur. Bildirilib ki, təmir və tikinti işləri növbəllik prinsipi əsasında həyata keçirilir. Pərviz Allahverdiyev, Aran bürosu, Bizim Media.